Nə oldu? Ailəm dəydi bir-birinə. Nə olmalıdır da bundan artıq? Görmürsən mən burnum sınıb nə vəziyyətdəyəm. Nərmin, gəl o sən aparım. Buyla çıxıb getməyəcəksən də yəqin ki, Nərmin. Sən oyundan getsən, Nərmin. Nərmin! Rahat Nərmin evlənmə təklif elədi ya yox? Omurğası qırılıb. Bəli, vəziyyət ağırdır. Təəssüflər olsun ki, siz ödəməni etməsəz əməliyyata alınması mümkün deyil. Necə, elə şey olur? İxtiyar bizim yerimizi hardan bilir? İxtiyarında mənə elə gəlir ki, könlündən keçir ki, səninlə danışsın. Zəng elə ixtiyara, gəlsin aparsın sənin üstə. Nə var o sumkanın içində? Sən nə işin qap çantanın içində nə var? Ay can qardaş oğlu, Sən işin düşüftü. nə qədər lazımdır? 5000. İxtiyar. Bax, Qadın olaram, bu çanta əmanətdir. Yaxşı? Ne var ya bu? Ne olur la burada? Səsin ton aşağı sıra çənəni qoyub qara. Sataşmadıq, söz soruşdu. Nə deyirsən? Sən nə deyirsən? Ağlıyam mən, normaldir. Əlini sal aşağı. Başı gedir cəmalı. indi bildin çantanın içində. Ha, sumka. Muxtar. Qurban olaram, başqa söhbətə ehtiyacı yoxdur. Haris, biz çörək kəsmişik. Biz səndən pullar qazanmışıq. Sən bilirsən də, mənim əli əyri adamdan xoşum gəlmir. Xoşum gəlmir. Muxtar. Anamın qəbrinin anda olsun Malitiv. Uğurlayıblar. 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 Faris, niye boşluk yaratmısan ki? Tanımadığın, bilmediğin adamı niye götürmüsən yanına? Məni pulğa salırsan, ha, oğraş! Muxtar. Allah'ın olsun kompensasiya eləyəcəm. Neyəsən? Kompensasiya eləyəsən? Mənə kompensasiya lazımdır. Faris. Sumkanı uğrayanı tapırsan. Ha? Tapırsan. Özün bilirsən nə etmək lazımdır oyuna. Yaxşı. Sabaha kimi sənə vaxt verirəm. Mənim sumkam tapılmasa, başa düşdün Faris. Başa düşdün Faris. Başa düşdüm. Sumka tapılsın. Sumkamı tap gətir. Yaxşı Muxtar. Yaxşı. Knyaz bəy salam. Necəsiz? Nətərsiz? Özünüzü necə hiss edirsiniz?
Yaxşı. Yaxşısınız. Analizlərinizin cavabı gəlib Knyaz bəy. Baxıram, müsbətə doğru irəliləyiş var. Belə getsə, bəlkə bir müddətdən sonra sizi evə də buraxdıq. Qızım ana. Qızınızı bugün görməmişəm. Yaxşı Knyaz bəy, mən gedim. Əgər nəyəsə ehtiyac olsa, mütləq tibb bacılarını çağırın. Yaxşı? Allah şəfa versin. İnşallah düzələcəksiniz. Nə oldu əmi? Sumkanı tapıb qaytarmaq lazımdır. Qoymursan da əmi, gedək verək polisə, tapıb versinlər. Polis onu bir günə tapası deyil, ixtiyar. Onu, sumkanı da, oğurlayanı da tapıb qaytarmaq lazımdır bu günə, yaxşı? Narahat olma əmi. Olmaz bu gün, olar sabah, tapıb verərik də. Bir gün keçib ixtiyar. Biz o sumkanı bu gün axşam tapıb təhvil verməliyik. Əmi, taparıq, mən işlif qaytararam, mən avara buydum. Sən sən deyirəm ki, sumkanı bu gün tapıb qaytarmaq lazımdır. Başa düşürsən? Sən ömrün boyu işləsən o pulu qaytara bilmərsən. Sən bilirsən onun içində nə qədər pul var idi? Sənin nəslindəki kişilər də işləsə qaytara bilməz onu. Eşitsən məni? Otu başına gedək tapaq o yeri. Pendiravoz. Nərmin salam. Əslində üz-üzə səndən danışıb söhbət eləmək istirdim bu barədə. Amma utandığım üçün, üzünə baxa bilmədiyim üçün söhbət eləyə bilmədim. Ona görə sənə səs atıram. Amma biraz uzun olacaq bu səs. Raufla bağlı hər şeyi sənə deyəcəm. Biz Raufla... Sən nətər adamsan, sən nətər adam. Mən sənə deyirəm ki, mən uşağımı görmək istəyirəm. Sən kimsən ki, bu qərarı verirsən? Öz başınasan, sən mənim uşağımı məndən gizlədirsən. Eybi yox, eybi yox. Bunların hamısını məhkəmədə də deyəcəm. Qoy görüm orada nə cavab verirsən. Qoy görsünlər nətər adamsan sən. Qoy görsünlər. Mən, az danır. Mən o uşağı səndən alım, sən də bax. Mən bütün pulumu xərcləyim vəkilə, sən də bax. Eləməsəm adım Bəhruz deyil. Cəhənnəm olayım, cındırın nəsli kökü. Buraydı. Burayda. Bura bax, sən düş. O adamlar axtar, mən də düşüm görüm bu tanışların zadı bəlkə obyektində kameraya düşür. Bugün o sumkanı tapmalıyıq. Bəs birdən tapmasaq? Başa düşmədim. Bildim. Əsl məsələ o deyil, əsl məsələ görmək ki, olmur hər kül dənmək, tənha bir ruh yellənmək, əsl məsələ görmək, hamımız bu gün deyil. Məsələ yaşayıb bilmək, yaxud oxuyub öyrənmək. Əsl məsələ əylənmək, ziyanın hamısından dönmək. Məsələ özündən getmək, ya da ki durmaq tərpənmək. Əsl məsələ o deyil, məsələ səs eləmək.
Eşidib ucadan susmaq, özünə bəs eləmək. Oldum cambaz, həyatın ipinə çarpaz, ayağım bitməz sirvən. Hər dəfə olmaz çempion, yıxılan boğulan başlar geridən. Xanalar qara ağ növbə, əcəlin oynar daşlar yerimə. Yenə güc tapıram, gülürəm, yollar sevirəm. Attım pilates, qeybdən boğ ses. Rapsiz yeməyim bumbuz, rapsiz saatım tez-tez. Dönür ürəyim protest, hərəkət jestlər qratest. Nə fərqi kim kimi protest, qaraladığımız eyni test. Hamısı eyni parça, eyni bez, hamısı eyni küy, eyni səs. Sosial şəbəkə pozdu beynimiz, elə bil yenə pisdi keyfimiz. Gördüm yuxular hamısını 100 yerə yozdum. Dedilər bu yenə hava soyuq olacaq, olsun. Bəzən işlər yolunda getmir dostum. Bəzən olur, bəzən olmur. Əsl məsələ o deyil, əsl məsələ görmək. Ki olmur hər gül dənmək, tənha bir hoş yellənmək. Əsl məsələ görmək, hamımız bu gündəyik. Məsələ yaşayıb bilmək, yaxud oxuyub öyrənmək. Əsl məsələ əylənmək, ziyanın hamısından dönmək. Məsələ özündən getmək, ya da ki durmaq tərpənmək. Əsl məsələ o deyil, məsələ səs eləmək. Eşidib ucadan susmaq, özünə bəs eləmək. Qırılıb təbiətin bam teli, sökülüb cəmiyyətin danteli. Vaxt irəliləyir sondan geri. Qolumda iz atar saatın yeri, tapılar cinayətin qan yeri, ağarar həqiqətin dan yeri. Bir mən var, o da məndən aralı, əqlim ipini qoparıb. Səbrim dənizə damır, qırılan yollar olacaq çaparıb. Ana sumka. Ne sumka qaqa? Ya istəyirəm, harda sumka yerində? Mənim heç nədən xəbərim yoxdur qaqa. Bir dənə uşaq idi, gəldi bir dənə Nə uşağı? Nə nağıl danışırsan? Allah haqqı bir dənə sumkanı verdim, pulu götürdü. Mənim heç nədən xəbərim. Kim verdi pulu? Bilmirəm, bir dənə uşaq idi. Hansı uşaq? Deyə o uşaq. İxtiyar sənsən? Hə. Bu sənə çatmalıdır. Bir dənəmi dedi ki, axtardığın şey məndədir. Mən getdim. Mənim 35 yaşım var da. Bunun aşağısı 20 ilin özüm tək tualetə getmişəm. Mən hələ belə tualet görməmişdim. Dəhşətdir, dəhşət. Müəllim, bir dənə nə olar get baxdı ora. Boş-boş danışma otur yerində. Yox, sən qulaq as, mən də havayı söz danışmıram. Dəhşət tualetdir, bir möhtəşəm bir şeydir. Oturursan buranı nətər belə tutur, belə formanı alır. Sən mənim canım get bir dənə bax. Amma gedərsən 15 dəqiqə sonra get. Axmaq adamsan sən Kərim. Sən də heç əyləncən yoxdur. Mənə bax, Nərminlə danışdın. O gündən sonra danışmamışıq. Heç zəng də eləməyib. Eləyib, mən götürməmişəm. Niyə? Mənim zəngimə cavab verməyən adam birinci gəlib məndən üzr istəyəcək. Ondan sonra baxaramışım, onu bağışlayaram, bağışlamaram. O mənim bilən işdir. Yamansan da sən. O qaşığı var, o qaşıqla ye onu. Bu nədir? Bunu doldurub ağzın burnun batdı. Bax belə. Qaşını ye. Kərim, keçəcək kabinetə. Mən də location atım Nərmin gəlsin bu. Kabinetdə özüm söhbət edəcəm. O nə sən sakit dur, qarışma, yaxşı? Və qaşı divanlı yerə hazırlada bizə. Arvad, indi zəng eləmişdin də, bu dəqiqə yığmışdın da məni. Aç da, bu nə xasiyyətdir bu arvadlarda.
Cəmil, salam, necəsən? Yaxşıyım, sağ ol. Cəmil, biz görüşə bilərik. Sənin işin var. Yaxşı. Mən bir dənə obyektə keçdim indi. Location göndərirəm sən. Kabinetdəyəm. Çatanda xəbər elə qarşılayım. Yemə. Ara gəlsin. Nə edirsən? Nə alamınlar? Oradan varinə yeyirlər ala. Ha nə edeyim, ala rozetka verməyib də. Deyim təndir də versinlər sənə. Hələ denən versinlər. Sən ala götür buradan yerində arçılıq eləmə. Yaxşı olanlarını alar, acından öləmə, səhər tezləndən avara eləmirsən mənə. Başqa bir şey yox da. Ola. Nərmindir, mənə yazıb ki, atam əməliyyat olmalıdır. 10.000 pul lazımdır, verə bilərsən. Bədən şəkilləndirmə eləyir? Atası deyirəm, qatıqlama. Məndən bir 10.000 həl, 10.000 başqa nə əməliyyat ola bilər? 10.000-ə bax bir dənə. Sən pul verən oxşudsa. Yaxşı, nə bilim, problem yoxdur. Sən mən hesab nömrəvi göndər, köçürmə eləyirəm. Buna bax, sən nətər adamsan hə? Nə istəyən elə o? Atdın indi 10.000-i? Atıram indi. 50 manat istədim, o gün vermədin məndən. Nə üçün istəyirdin 50 manat məndən? Camaat əməliyyat olur burada, qaynatam düşür. Mən də hamama gedəcəyim də. Sən Allah, bas o knopkanı, bir dənə rezetka versinlər, kusmağım gəlir sənə baxanda. Nə bilim, nəyə basın? Bas o knopkanı. Nədir bu? 50 manat. At kartımı göndərərəm, yaxşı, bəsdir. İstəyi yerində, sən etibar yoxdur. Sən bayrağın yoxdur sən. Sağlıq, salamatçılıq, şükür Allah. Mənə bax, ev tərəfdə döyürsən. Nə vaxt gedərsən? Şeydir, nəniyə yığıram? Telefonu açmır, narahat qalmışam, səhərdən zəng yeri. Bir dənə qadan alım, gedəndə dəyə bilərsən, o bizə gör nə var, nə. Hə, qadan alaram. Yaxşıdırlar, yaxşıdır. Sən bir dənə onu həll elə danışarıq da qadan al. Yaxşı. Öpürəm, xəbər gözləyirəm. Sən də mən anzayışını şəniyirsən. Bilirəm, Cəmil, özürü say. Amma inan ki, çox vacib idi, çox lazımdır mənə. Yaxşı, dediyin kimi olsun. Buyurun. Çox sağ ol. Sağ ol. Qaytaracam. Bəli, əmi. İxtiyar, mən qoyub hara getdin sən? Əmi, sumkanın yerini tapmışam. Vaxt azdır. Mən gedirəm ora. Gəmən götür tez. Bir yerdə gedək, Allah. Əmi, qadan alım, tapmışam sumkanın yerini, narahat olma. Axşam saat 11-də sumka ilə gələcəm sənin yanına. Yaxşımı? İxtiyar, sən başa düşmüsən? Əmi, sonra. Bunu dediği yeri burası. Var, orada duvar. Kimi görmeden gidiyor. İxtiyar, düz gəlmişsən, otur. Gəl, narahat olma, otur. Qapını aç. Siz bugün yeməğinizi yaxşı yeməmisiz. Nəsə əlavə ürəyiniz istəyirsə, deyin gətirim sizə. Daha gecə ölməyəcəm, hə? O nə sözdür? İnşallah hər şey yaxşı olacaqdır. Biz necə pasiyentlər görmüşük. Bizim gəlib. Məhz mənə indi gəlmişəm. Nərmin də adı, qızma. Adını siyahıda görməmişəm. Amma yoxlayıb deyərəm sizə. Köşəli, o deyən kim olaydı? Necə? Anası öləndə demişdi ki,
Kaş onun yerine sən öləydin. Yəni, doğrudan kaş mən öləydim. O sağ qalaydı. Allah eləməsin. O nə sözdür deyirsiniz? Ölüm gözəl nemətdir. Gəlin motivasiyamızı yüksək tutaq. Sağalma prosesimiz də sürətli keçsin. Səndən bir xahiş edə bilərəm. Əlbəttə, buyurun, eşidirəm sizi. Qızım Nərminlə əlaqə saxla. İndi siyahıya baxıb əlaqə saxlayarıq. Nəsə lazımdırsa deyin, biz deyək. Ondan üzr istəməliyim. Tamam, əlaqə saxlayarıq, siz də danışarsınız. Hə, qaqa, çatdın. Qoca arvad da yəqin eşitmir. O qapı onsuz da açıq olur, çöl qapı. Aç gir içəri. Açıqdır. Deyirəm də, bir dənə gir içəri gör nə var nə. Kes. Çox gözləyici qaqa burada. Səbri ol gələcək indi. Hanı sumka? Düz deyir də. Bu qədər adam gözlədər. Sən kimsən qaqa? Bu kimdir? Mən səni şəhərdə hamıdan yaxşı tanıyan adam. Denən oradan Bəhrozu çıxsaq. Bəhrozu oradan tanıyırsan? Nə ailə Bəhroz. Zəf gəlir. Faris. Açın. Səssiz at. Dedim, diqqət çəkməkdə şübhə yaranmaz. Bir də 50 dəfə demişəm, mənim qonaqlarım olanda onları biraz hörmətlə qarışdı. Niyə ayaqüstü dayanıb? Otur. Nə lazımdır qaqa? Nə istəyirsən məndən? Ana bə sumka. Derdim mən buradadır. Mən? Sən nə? Hə, sən. Ay, sən kimsən, mən səndən nə səsin? Əsəblər, o yaxşıdır onu. Zorluq deyirəm də, niyə əsəbləşsən? Biz dostluq, həm dost kimi zarafat eləməyək, aratmayaq. Mən nə dost da, mən heç səni tanımıram. Sən nədən tanırsan məni? Mən səni çoxdan izləyirəm. Məsələn izləyirəm. Göstərərəm. Sən farizlər işləyən vaxtdan mən səni tanıyıram. Sumka hardadır? Mən Sumkaya görə gəlmişəm bura. Bu nə oyundur? Nə söhbətlərdir? Sumka hanı? Hara gedirsən? Narahat ol. Sumkaya çox belə bağlı olmayı. Sumka bu gün varsa, sabah yoxdur. Amma mənim kimi dostlarım həmişə... Sən mənim dostum deyilsən. Yaxşı, iyi. Sumka məndə. Olmaz ki. Hər şey belə lotmudur. Özü görsən, qardaşın necə manyatqalı oğlandır. Biz pulumunu da açmamışam. Bizə niyə? Niyə? Çünki
bilirəm içində nə var. Sən bilirsən. Bana deyilib ki, sumkanın içine bakmayayım. Orada mı bilirsən? Ha, bu Fariz ölür də, belə gizlin işlər görmək üçün də. Sən onun qızından da heç nə deməyib sənə. Ne kızıl? Ha, ben sənə deyirdim də, bax, güvənli adam deyil də bu. Bu Fariz güvənli adam deyil. Mən sənə deyim də, bunun içində nə var? Mal. Mal yani neter? Mal heyvan? Hələ, iki baş qoyun var burada, iki baş inək var, bir də toyuq yumurta azad belə bir şeylər qoyun var. Ha, zarafat öyle. Azdən nə saf adamsan ha. Çox saf deyə bu. Bu cür təmiz uşağı. Görüm necə. Ha, nə mal olacaq? Narkotik. Ne narkotik? Ne danıştın sen? Kokain. Ha, ne ağzına gelen danıştın ha burada? Ha? Ne mal, ne kakain? Oyun kursan mı burada? Fariz öyle şey elemez. Ağzına gelen danışma. Düzdür də. Fariz elə şey eləməz. Fariz Allah adamı da. Bak Rüzgar. Asım. O qoymazlar da biraz sənə söhbət eləyə, bir dərd də şeydə. Sənə dedim, bax, onu səssiz at. Atmışdın ya. Atmışdım, yox. At. Qardaşım, sən bilirsən bura niyə çağırmışam? Niye? Sən mərd oğlansan. O dediyi tək gəl, tək gəldin. Heç bir hoqqa çıxarmadın. Çantayı bir dəfə də olsun açıb baxmamısan. Yəni, sən məqsədin odur ki, işvi görəsən, öz həyatını qurasan, öz ayağının üstündə dayanasan. Hə, bir də Nərmin var. Tənim səni necə çox istədi. Çünki sən mənə oxşayırsan. Mən sənin üstündən heç vaxt iş görmərəm. Fariz var ha. Tüfərən. Ona görə mənə bütün həyatım yanıb. İstəmirəm ki, sənin də həyatın yansın. Səndən qabaq bu işlərin hamısını mən görürdüm. Bu sumkaları mənə daşıdırırdı. Düz gəlmiri bu. Allah'ınmaz belə. Mən nə bilim ki, sən düz danışırsan. Bəlkə mənə yalan deyirsən. Eşitsənmə bacı oğlu. Bizim işdə iki qayda var. Bir, kəmər taxsan, cərm eləmsən. Biz məsuliyyət şirkətiyik. İki, sumkalara baxmaq olmaz. Hə, bir də arada vicdanına fıxarın oy ver. Amma bu işdə iki dənə qayda var. Yadında saxla. Bir, kəmər bağlıysan, narşın eləmsən. Yaxşı? Bax, biz məsuliyyətli şirkəti, özün də bilirsən də. İki, çantaya baxmaq olmaz. Onlara azalma bilməyəcək.
İndi inandın mı mənə? Mən başa düşmürəm. Başa düşərsən, hələ başa düşəcəyin çox şey var. Deməli, indi sən nə edirsən? Bu çantanı apar verirsən Farizə. Fariz bunu səndən götürəcək, yoxlayacaq. Dediklərimi də hərif və hərif o tüfərana çatdırırsan. Bu sumkanı aparanda sumkanı götürüb için yoxlayacaqlar. Əgər desələr ki, içində nəsə dəyişdirilib, bir ki, qardaşın yalancıdır. Amma bir səs-küy çıxmasa, uşaq deyirsən ki, bildin də. Sən mərd uşaqsan. Ona görə də mən səni incinmirəm. Amma indi sənin mənə bir borcun var. Məndən oğurluq elədiyinə görə. Sənin gözü açıb bu zibildən səni qutardığıma görə. Hə. Bir də bunu da götür. Bu niyə? Telefon verirsən, ha? Abi, telefon yaddanız. Gəl hadi, Bəhruz yiyib. Nədir qaqa? İxtiyar. Mənə öldü. Mən kiməm, sən biləm. Belə ki, məntiqə sığan cavablar əntiqə. Necə ki, eyni yerdə bir də atın rəngidə. Yatanda gecə gözləmək ki, kimsə zəngidə. Soruş mən kiməm, tərkiməm. Elə bir dünya var ki, çoxdur bir quru ölümdə. Dilim nağıl dərin daxıl görən üçün zülümdür. Bu döngülər düyündür və yenə ad günümdür. Çünki mən dərd edən, olar da əvvəlki ağlımı susardım incə pərdədən. Qovuşdu xeyli əkiz fikir çıxdı fərqli kəllədən. Örüncə bir gözəl mina dağıtdım incə bərbədən. Sanki mən tərk edən, elə bir dünya var ki, ağrılardı bərkidən.